Salam əziz abituriyentlər, 8 nömrəli sualın izahını təqdim edirik. Xüsusiyyətlərinə aid olduğu iqtisadi rayonları xəritə sxemə müvafiq olaraq müəyyən edin. Deməli, verilmiş iqtisadi coğrafi rayonlar və burada təqdim edilmiş xüsusiyyətləri biz uyğunlaşdırmalıyıq. Öncəliklə verilmiş iqtisadi coğrafi rayonları müəyyənləşdirək. 1. Şəki-Zaqatala iqtisadi coğrafi rayonu ifadə olunub. 2. Qazax-Tovuz iqtisadi coğrafi rayonu. 3. Mərkəzaran iqtisadi coğrafi rayonu. 5. Şirvansalyan iqtisadi coğrafi rayonu. 6. Quba-Xaçmaz iqtisadi coğrafi rayonu. Buradan 4. Şərqi Zəngəzur iqtisadi coğrafi rayonları verilib. Ərazisinin yay otlaqları geniş sahə tutur, zəngin xromit və civə yataqlarına malikdir. Bildiyimiz kimi, xromit və civə yataqları Kəlbəcər və Laçın rayonlarının ərazisində yerləşir. Kəlbəcər və Laçın rayonları Şərqi Zəngəzur iqtisadi coğrafi rayonuna daxildir. Burada deməli, xromit yataqları Göydərə ipək, civə yataqları Şorbulaq, Ağ yataq, Lökçay yataqlarıdır. Ağır sənayesi əlvan metallurgiyaya əsaslanır, şərabçılıq və kartofçuluq üzrə ixtisaslaşıb. Deməli, bu verilmiş iqtisadi coğrafi rayonlardan ağır sənayesi əlvan metallurgiyaya əsaslanan əsasən aid olacaq burada Qazax-Tovuz iqtisadi coğrafi rayonuna, o cümlədən burada şərabçılıq və kartofçuluğa görə əsasən biz buraları müəyyənləşdirə bilirik. Şəmkir və Tovuz rayonlarını nümunə göstərə bilərik. Burada Gədəbəy rayon ərazisində isə qızıl mis filizləri çıxarılır və emal edilir. 2. Perspektivli polimetal yataqları vardır. Tütünçülük və qərzəşli meyvəçilik inkişaf edib. Belə qərzəşli meyvəçilik bildiyimiz kimi Şəki-Zaqatala iqtisadi coğrafi rayonunun ərazisindədir. O cümlədən burada Balakən və Zaqatala rayonlarının ərazisində polimetal filizləri də çıxarılır və o cümlədən ümumiyyətcə iqtisadi coğrafi rayonun ərazisində tütünçülük də ixtisaslaşmış əsas sahələrdən biridir. Şimal-cənub nəqliyyat dəhlizi üzərində yerləşir, ərazisində sənaye qovşağı yerləşir. Bu da Şirvansalyan iqtisadi coğrafi rayonu olacaq ki, onun ərazisində Şirvansalyan sənaye qovşağı formalaşıb. O cümlədən 6 nömrəli, yəni Quba-Xaçmaz iqtisadi coğrafi rayonunun ərazisindən də şimal-cənub nəqliyyat dəhlizi keçir, ancaq burada sənaye qovşağı formalaşmayıb. Burada Quba və Xaçmaz şəhərləri əsas sənaye mərkəzləridir, ancaq burada Şirvan və Salyan arasında bir sənaye qovşağı formalaşdığına görə Şirvan-Salyan iqtisadi coğrafi rayonunu götürəcəyik. 1-ə 4, 2-ə 2, 3'ə 1, 4'ə 5 doğru variant Y variantı.